Vaxtınız xeyirli olsun uşaqlar, ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz fiqurların çəkilməsi. İnformatika 1-ci sinifdən dərs 21-dir. Gəlin baxaq görək uşaqlar hansı fiqurları çəkiblər. Gəlin baxaq görək uşaqlar hansı fiqurları çəkib. Qıza baxırıq, sonra oğlana baxırıq. Uşaqlar hər ikisi eyni növ fotolar çəkiblər. Yəni bir ədəd dairə, bir ədəd kvadrat, bir ədəd düzbucaqlı, bir ədəd də üçbucaq çəkiblər. 4 fərqli rəngdə fərqli fiqurlar çəkiblər. Hansı uşağın çəkdiyi şəkil daha səliqəli alınıb, nə üçün? Gəlin baxaq görək. Bu uşaqlar fikir verirsiniz ki, oğlanın çəkdiyi şəkil nisbətən daha əyridir. Yəni daha biraz kobud. Kobud da deməyim, səliqəsiz çıxıb. Qızın şəkili isə tamamilə dümdüz çıxıb da. Yəni bütün fiqurları düz çəkib. Deməli, düzgün səliqə ilə çəkən kim olub? Əlbəttə ki, qız olub. Bunlar, yəni oğlan sanki kompüterdə şəkil çəkmiş kimi edib bunu, amma belə. Yəni ən düzgünü qız çəkib, səliqəli. Yaşıl rəngli düz xətt parçasını çəkmək üçün aşağıdakı ardıcılığı yerinə yetirmək lazımdır. Bəli, bu nümunədir. Yəni bunu siz önünüzdə etməlisiniz özünüz. Paint proqramına başladım. Burada bu aləti seçirsiniz. Paletlərdən istifadə etməklə müxtəlif rəngli xəttlər seçin. Uşaqlar, bu fəaliyyət bölümüdür dediyim kimi. Və bunun ən yaxşısı evdə, yəni kompüteri dərin bilən bir şəxsin nəzdində, nəzarət altında eləyin, ya da ki, məktəbdə kompüter otağında müəllimin nəzdində etsəz yaxşı olar. Gəlin tapşırığı baxaq görək burada nə tapşırıqlar verilib. Çəkdiyiniz şəkli kompüterin iş masasında görmək istəyirsinizmi? Bəli, mən görmək istəyirəm. Ardıcıllıqla əməl etməklə Paintdə çəkdiyiniz şəkli iş masasına çıxarın. Gəlin baxaq. Uşaqlar, burada əslində aydın görünmür. Bu necə çəkmək lazımdır və s. və s. Yəni burada Paint proqramı ilə bunu siz ardıcılıqla edə bilərsiniz. Gəlin, mən burada əsas olduğu, sizə başa salmaq istədiyim nələrdir? Gəlin baxaq. Öncə fiqurlardan başlayaq. Fiqurların adlarını sadalayaq. Qırmızı rəngdə olan nədir? Düz bucaqlı. Düz bucaqlıdır. Amma necə düz bucaqlıdır? Yəni daha çox yəni belə deyim də uşaqlar, yanakı vəziyyətdə düzbucaqlıdır. Dik düzbucaqlını görürsüz. Sonra oval formada görürsüz bir dairə var. Bir də görürsüz tam normal şəkildə olan dairə var. Gördünüz də yəqin uşaqlar. Yəni bu oval formada olan yumurtaya bənzəyir. Sonra uşaqlar, Paint proqramı haqqında demişdi. Paint proqramı nə idi? Paint proqramı şəkil çəkmək, həndəsi fiqurlar və yaxud hər hansısa bir əyləncə məqsədi ilə, öz kompüter bacarıqlarımızı inkişaf etdirmək məqsədi ilə qurulmuş bir proqramdır. Şəkil çəkirik, rəngləyirik, oynayırıq içərisində və s. funksiyaları mövcuddur. Belə. Burada dediyimdə uşaqlar, az öncə bunları da sizə demişdim. Ekstra bir şey yoxdur. Bu da Paint proqramında olan mövcud dəyişikliklərlə bağlıdır. Burada siz dediyim kimi müəllimin nəzdi altında və yaxud öz evdə kompüterdən başa çıxan birinin nəzdində bunları rahatlıqla eləyə bilərsiniz. Belə uşaqlar, bugünlük bu qədər. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik.